Suraxanıda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ağac əkmə aksiyası təşkil olunub. Mayın 2-sində Suraxanı rayonunda Rayon İcra Hakimiyyətinin və Suraxanı Oil Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə növbəti ağac əkmə aksiyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ərəfəsində keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Oil Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin prezidenti Kristofer Lyot Smit və vitse-prezidenti Rafael Nağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşları, Rayon Ağsaqqallar Şurası, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələrinin və qəsəbə bələdiyyələrinin idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər. Bülbülə qəsəbəsi 32-ci Bülbülə küçəsində təşkil olunan ağac əkmə aksiyasında 550 ədəd sərv ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağac əkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.